Son günlərdə ölkədə yayılan yeni virus narahatlıq doğurur. Qızdırma, öskürək, halsızlıq kimi simptomlarla müşahidə olunan bu xəstəlik sürətlə yayılır. Bəs görəsən yeni virus təhlükəlidirmi? Bu xüsusi yeni bir virus deyil. Hər zaman bu sezonda gördüyümüz bir çox virusların aktivləşməsidir. Bir çox viruslara bağlı tənəffüs yolu infeksiyonlarında bir aktivasiya görürük. Özəlliklə influenzanın hər iki forması, A və B forması, rinoviruslar, respirator sinsitial viruslar və eyni zamanda adenovirus kimi viruslara bağlı tənəffüs yolu infeksiyonlarında aktivasiyalar görürük və bu zaman xəstələr qızdırma, öksürək, burun axıntısı, boğaz ağrısı kimi üst tənəffüs yolu infeksiyon simptomları ilə müraciət edilir. Yəni bu hal-hazırda ciddi bir artışın göstərmir. Sadəcə bu sezonda ola biləcək artış səviyyəsinə uyğun bir artımdır. Həkimlərin sözlərinə görə belə infeksiyalardan qorunmaq üçün birinci növbədə çox insan olan yerlərdən uzaq durmaq lazımdır. Bundan əlavə açıq havada vaxt keçirmək, qoruyucu maskalardan istifadə etmək məsləhətdir. Vurğulamaq istəyirəm ki, hal-hazırda yayılanlar daha çox viruslar olduğu üçün bunun üçün özəl bir dərmanlara ehtiyac yoxdur. Yəni həkimin göstərişi olmadan həmin infeksiya başladı, bir antibiotik, özəlliklə antibiotiklərin heç bir rolu yoxdur. Sadəcə simptomatik olaraq, yəni qızdırması varsa qızdırmasını salıcı, öksürəyi varsa, əgər çox rahatsız edirsə öksürək əleyhinə müəyyən preparatlardan istifadə oluna bilər. Sadəcə dediyim kimi bol maye, istifadə olunması, sitrus meyvələri burada özəlliklə immun sistemin gücləndirilməsində kömək edici rol göstərə bilər. Dinlənmək və eyni zamanda sporla, düzənli olaraq sporla məşğul olmaq bu infeksiyonlardan qoruyucu təsir göstərər. Təbii ki, bu xəstəliklər zamanı ilk 3-4 gün həm qızdırma, öksürək, burun axıntısı kimi simptomlar olur. Bunlar bizi qorxuzmasın. Zamanla vücudun immun sisteminin mübarizəsi ilə bu simptomlar özləri keçəcəkdir. Yeri gəlmişkən, COVID-19 əleyhinə aparılan peyvəndlənmənin digər yoluxucu viruslardan hər hansısa bir qoruyucu təsiri yoxdur.